Etik prinsipləri sizə situasiyada necə yaradırlar? Yəni hər bir etik prinsipinə aid bir nümunə verilir və nümunə ilə siz artıq müəyyən etməlisiniz. Yəni 20 falan hələ ki imtahanın heç birində qeyd olunmayıb hansı ildən və s. Sadəcə situasiya yaradılır. Yəni bir vəziyyət yaradılır, sizdən soruşur ki, hansı etik prinsipə tərbiyəçi ya əməl edir, ya da pozur. Etik prinsiplərimiz hansılar? Deməli, qanunun aliliyidir, peşəkarlıq, fərdi məsuliyyət, loyallıqdır, mədəni davranışdır, qərəzsizlikdir, konfidensiallıqdır, ictimai etimaddır, loyallığı dedik. Gender bərabərliyi əlavə olunub sonradan bunu izah edəcəm ki, qərəzsizlikdən necə ayırırsınız. Daha sonra konfidensiallıq dedik, vicdanlı davranış, bir də sadiqlikdir. Və bu etik mədəni davranışda qeyd etdik. Baxın, bu etik prinsiplərlə tərbiyəçi müəllim mütləq əvəz etməlidir. Yəni borcunuzdur, vəzifənizdir ki, bunları mütləq ki, əməl edəsiniz. Heç birini pozmaq olmaz, qətiyyən. Bircə dənə etik prinsipimiz var ki, istisna hal var. Bu istisna halda həmin o etik prinsip pozula bilər. Qalan heç birini pozmaq olmaz. Baxın, məsuliyyətə cəlb edilirsiniz. Ona görə mütləq hər birinə əməl etməliyik. Konfidensiallıq yeganə etik prinsipdir ki, onu konfidensiallıq gizlilikdə bilirsiniz. Gəlin ilk ondan başlayır, onu da qeyd edim. Konfidensiallıq biz uşaqların şəxsi məlumatlarını qətiyyən iclaslarda, ümumiyyətlə uşağın şəxsi davranışı ilə bağlı, nailiyyəti ilə bağlı, yəni şəxsi məlumatlarını iclaslarda qeyd edə bilmərik, açıqlamaq olmaz. Ümumi məsələlərə diqqət yetirmək olar, əlbəttə, orada konfidensiallıq pozulmur, amma uşaqların şəxsi davranışlı məlumatları paylaşılırsa həmin bu iclasda mütləq ki, konfidensiallıq pozulur. Konfidensiallıq məxfilik, gizlilik deməkdir. Baxın, məxfilik və gizlilik. Və yeganə bu etik prinsipidir ki, əgər zəruriyyət varsa, ehtiyac varsa, onu poza bilərik. Onda da pozuntu hesab edilmir. Nə vaxt? Uşağın həyatı üçün təhlükə varsa, yəni təhlükəli bir vəziyyət varsa, konfidensiallıq, yəni misal üçün, indi məktəbdə daha çox rast gəlinir. Uşaq gəlir sizə hər hansı bir, belə deyim, məlumatı ötürür özündən bağlı və sizdən xahiş edir ki, bunu heç kimə deməyin. Yəni gizli saxlayın. Və yaxud sizin hər hansı bir onun, belə deyim, davranışından bağlı bir məlumatınız olur, hansı ki, heç kim bilmir və yaxud müəyyən bir vəziyyət yaranır, bunu heç kimlə bölüşməməlisiniz. Bəli, mən onu gizli saxlamalıyım. Həmçinin uşaq sizlə hər hansı bir məlumatı pozanda, daha doğrusu bölüşəndə, siz onu heç kimə bildirməyəndə o sizə daha çox güvənir. Bu normal həyatda da elədir. Düzdür, gəlirəm mən sizinlə misal üçün dərdimi bölüşürəm, nəsə bir sevincimi, xoşbəxt bir anımı bölüşürəm və istəyirəm ki, onu gizli saxlayasınız. Təsəvvür edin, mən sizə demişəm ki, bax bunu heç kimə demə. 2 dəqiqə sonra eşidirəm ki, kiməsə demisiniz. Və mən sizə güvənərəm, əlbəttə güvənməyəcəm, düzdür? Yəni güvənim sarsır və bir də sizə heç bir məlumatı ötürməyəcəm. Ona görə konfidensiallıq da elədir. Uşağın güvənini qazanmaq, valideynlərin güvənini qazanmaq, mənim həmkarlarımın güvəni, istər rəhbərliyin güvəni. Yəni mən ola bilər, belə deyim, həmkarımın hər hansı bir məlumatını əldə edərəm. Yəni müəyyən bir situasiyaya rast gələrəm və onu heç kimə deməməliyəm. Hər hansı bir vəziyyətə şahid olaram. Və yaxud rəhbərin, və yaxud uşaq məndən nəyisə bölüşər, və yaxud valideyndir də sizə özünə yaxın bilir, gəlir sizə nəsə bir dərdini mi danışır, bir sevincini, bir xoş anını sizdən bölüşür bunu. Və deyir ki, bunu heç kimə deməsəz çox şad olaram. Və siz həqiqətən onu gizli saxlayanda, o artıq sizə güvəni daha çox çoxalır və daha çox sizinlə nəyisə paylaşmağa, bölüşməyə başlayır. Amma mən onu kiməsə desəm və səhərsi gün valideynin qulağına çatsa, o bir də məndən heç səni bölüşməyəcək. Hətta gəlib sizdən dava edə bilər ki, bəs mən sizə güvəndim, sizə bunu dedim. Niyə dedisə kiməsə? Anlayırsınız, yəni konfidensiallıq gizli. Düzdür, əsasən uşağın həyatı, amma yenə də mənim həmkarlarımdır, valideynlərdir, mütləq məxfiliyi, gizliliyi qorumalıyam. Nə olur olsun, şəxsi həyatla bağlı nəyisə yaymaq, nəyisə başqaları ilə bölüşmək və yaxud xəbərçilik etmək, baxın, xəbərçilik etmək, konfidensial ən çox xəbərçilikdir də, belə sadə dildə izah edəcəm, olmaz qətiyyən, xəbərçi olmamalıyıq. Amma uşağın həyatı üçün təhlükə varsa, misal üçün, uşaq da gəlib deyir ki, məni evdə döyürlər, bədəndə hər hansı bir göyərmə izi görürsünüz və s. görürsünüz ki, şiddətin izləri var. Bu zaman mən göz yuma bilmərəm, axı mən vicdanlı bir insanam. Düzdür, göz yuma bilərəm, amma birbaşa emosional, impulsiv davranmalı deyiləm. Elə insan var ki, impulsivdir. Mən özüm də əslində çox da belə sabit bir insan deyiləm, biraz belə impulsivəm. Tez davranar, gedim valideyndən hesab sorun və yaxud kiməsə deyim, xeyr, mən ilk öncə səsləri bağlayım, gözləyin. Sonda sual-cavabda xatırladın, açın. Deməli, mən nə edirəm? Baxın, bunu bildiyim, öyrəndim. Uşaq mənə dedi. Uşaq ola bilər ki, bilərəkdən yalan danışmır, amma o siz yalan mahiyyətindən demir də, nəyisə də səhv deyə bilər, səhv anlaya bilər və onu sizə ötürə bilər və yaxud nəyisə də biraz yalan kimi də deyə bilər. Deyir ki, məni şiddət edir, valideynlər məni döyür və s. və ilahi. Mən birbaşa bunu şikayət etməli deyiləm və yaxud valideynə gedib sərt iradılar bildirməli deyiləm. Nə etməliyəm? Səbəbini araşdırmalıyam. Yəni valideynlə əlaqə qurursunuz, demirsiniz, uşaq belə dedi. Sadəcə
anlamağa çalışırsınız, görün vəziyyət nə yerdədir. Həqiqətən valideynlər bunu edəcək potensiala sahibdirlərmi? Və yaxud uşağı müşahidə edirsiniz, görürsünüz, həqiqətən get-gedə cöyərmələr artır və yaxud şiddətinizi daha da çoxalır. O zaman mütləq ki, lazımi yerə də hüquq mühafizə orqanından bildirirsiniz və bu işlə məşğul olurlar. Bu zaman konfidensiallıq pozulmur. Çünki siz uşağın təhlükəsizliyinə cavabdehsiniz, düzdür? Düzdürmü? Və yaxud heç valideyn olmasın, başqa bir deyir ki, məni kimsə də izləyir və yaxud mütəmadi olaraq mənə yolda tanımadığım bir insan konfet verir və s. və ilahi. Siz artıq bundan narahat olursunuz, onun üstünə düşürsünüz, yenə təhlükəli bir vəziyyət varsa lazım yerə müraciət edirsiniz. Yəni uşağın həyatı üçün təhlükə varsa, burada əlbəttə ki, gizliliyi poza bilərik. Burada konfidensiallıq pozulur və bunu sizə eyib kimi, nəsə bir irad kimi qətiyyən bildirmirlər. Bu normaldır. Amma qalan hallarda mən ola bilər ki, iş yoldaşlarım nəsə xəlbət nəyisə danışır. Niyə xəbərçilik deyirəm? İndi situasiyanı görəndə əslində anlayacaqsınız, həqiqətən xəbərçilikdir. Nəsə bir ana şahid oluram, görürəm onlar orada nəsə bölüşür. Mən də istəmədən qulaq misafir deyirlər, eşidirəm onu və başlayıram, gəlirəm, tez başlayıram qeybət eləməyə ki, belə bir şey eşitdim, digər iş yoldaşlarıma deyirəm. Onlar da bilirsiniz, şayə biraz tez yayılır, bir-birinə deyir və sonra pis bir vəziyyətlə qarşılaşıram. Anlayırsınız? Sonra o kollektiv də mənə güvənməyəcək, məndən uzaq gəzəcək, həm konfidensiallığı pozuram və s. və ilahi. Və yaxud valideyn də yenə eyni qeyd edirəm. Gəlib mənə nəyisə danışırsa, o mənə güvənir. Düzdür, mən qətiyyən bunu heç kimə deməli deyiləm, gizli. Daha sonra uşağın şəxsi məlumatlarını, bax, ID portfolioda valideyn üçün nəzərdə tutulur. Və eyni zamanda müəllim üçün. Yəni müəllimə də yadınızda saxlayın. Bax, müəllimə də nə isə uşaq haqqında deyəndə konfidensiallıq pozulmur, valideynə də nə isə deyirsənsə, konfidensiallıq pozulmur. Yəni bu iki şəxs, istər valideyn, istər müəllim, uşağın inkişafı üçün çalışır və uşaqla daha yaxın təmasda olan şəxslər, düzdür? Yəni uşağın inkişafı üçün çalışan insanlardır. Və əlbəttə ki, onu belə deyim, təhlükəsizliyinə cavabdeh insanlardır. Və ona görə valideynə də nə isə deyəndə qanun nümayəndəsidən konfidensiallıq pozularmı? Xeyr, əlbəttə. Amma yenə qeyd edirəm, valideyn əgər uşağa şiddət göstərirsə, mən də bunu gedib deyirəm, daha betər bir vəziyyətlərə yol açırıbsa, bu pisdir, olmaz. Amma başqa nəsə uşaq məndən bölüşür, deyə bilər ki, məni anam sevmir. Deyirəm, niyə? Deyir ki, mənim bacıma yat qardaşım, bilirsiniz də belə qısqanclıq olur. Deyir, ona daha çox vaxt ayırır, onunla daha çox oynar, mənə diqqət yetirmir. Burada konfidensiallıq pozmursunuz, amma valideynlə söhbət apara bilərsiniz ki, belə bir vəziyyət var. Ola bilər ki, o da bilmədən belə bir vəziyyətə yol açıb. Onu düzəldəcək. Və yaxud yenə qeyd edirəm. Baxın, valideynə nə deyirsən deyə pozulmur konfidensiallıq. Müəllimə də ötürülən bütün məlumatlar, istər tibb işçisi gəlsin, məlumat ötürsün tərbiyəçiyə, konfidensiallıq pozulmur. İstər rəhbər, istər hər hansı başqa kolleqanız burada pozulmur. Amma mən uşağın şəxsi məlumatlarını ictimaiyyətə açıqlayıramsa, konfidensiallıq pozulur. İclaslarda açıqlayıb bölüşürəmsə, konfidensiallıq pozulur, yəni məxfilik. Bir də ki, uşağın baxın şəklini paylaşmaq istəyirsiniz. Ümumiyyətlə, mən bunu hər dəfə qeyd edirəm, elə indiki təhsildə də bu dəstəklənir. Uşaqların şəkillərini sosial şəbəkələrdə paylaşma tərəfdarı deyiləm. Çünki hər biriniz bilirsiniz, pedofiliya baş alıb gedir, yəqin anlamını bilirsiniz. Ona görə qətiyyən bu şəkilləri, videoları fərqli məqsədlərlə istifadə edirlər. Və onu ən azı indi məşğələni istəyirsiniz ki, nümayiş etdirəsiniz. Uşaqların üzünə smayl etməyə, ya biraz cimciməli edirsiniz ki, tam olaraq uşaqların üzləri düşməsin. Amma onu belə paylaşmaq valideynin yazılı razılığı ilə olmalıdır. Yəni sizə razılıq verməlidir, mütləq icazə almalıyam, anlayırsınız? Yəni yoxsa yenə konfidensiallıq pozulur. Bu oldu bizim məxfiliyimiz, gizliliyimiz. Yəni yeganə onu az poza bilirik, bildik nə vaxt pozuruq. Yəni hər hansı bir təhlükəli vəziyyət yarananda, qalan vaxtlarda pozmaq olmaz heç birini. İndi qanun aliliyinə baxaq. Qanun aliliyi əslində qanunçuluq deyə də qeyd olunur. İkisi də eyni məna verir. Yəni ya qanun aliliyi, ya da qanunçuluq. Burada situasiyada necə verəcək? Sırf, baxın, burada tərif var. Deyir, müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələbinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur. Eyni zamanda vicdanlı, deməli, müəllim cəmiyyət və dövlət maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətli və səmərəli yerinə yetirməyə borcludur və s. İndi qanunçuluğu sırf bax, bura qədər ən çox verir cümlədə. Baxın, bura qədər. Borcludur var, bax, buradan bura qədər. Situasiyada necə verir? Deyir ki, tərbiyəçi müəllim vəzifə funksiyasının icrası zamanı Azərbaycan Respublikasının Konstitusiyasının. Baxın, Konstitusiya keçdi mi? Azərbaycan Respublikası keçdi, bəli. Hansını götürürük? Qanunçuluq. Və yaxud deyəcək ki, Azərbaycan Respublikasının qanunlarına və yaxud habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və s. Buradan bir cümləni götürəcək, deyəcək, burada hansı etik prinsipə tərbiyəçi riayət edir və yaxud pozur. Qanun aliliyi və yaxud qanunçuluq. Yəni, mən Azərbaycan Respublikasının qanunlarını pozmamalıyam qəti surətdə. Baxın, Azərbaycan Respublikasının qanunlarını pozmaq olmaz. Pozan kimi hansı etik prinsip pozulur? Qanunçuluq. Eyni zamanda
Müqavilələr tərəfdar çıxmalıyam? Bəli. Hansıdır? Qanunçuluq və yaxud yenə qeyd edirəm, qanunlara əməl etməliyəm. Öz vəzifəmi yerinə yetirərkən yenə Azərbaycan Respublikasının konstitusiyasına əməl etməliyəm. Bax, belə buradan bircə cümlə götürəcək, sizə yaradacaq situasiyanı. Bunu yəni fərqli bir nümunə ilə, həyati bir situasiya ilə yaratmır. Qanunçuluğu sırf buradan bir cümləni götürür, elə də yaradılır. Yəni, bunu əzbərləsəz tapacaqsınız. Peşəkarlıq fərdi məsuliyyət nədir? Yəni, müəllim, bilirsiniz, hər bir müəllim öz peşəkarlıq səviyyəsini artırmalıdır. Yəni, mən öz peşəkarlıq səviyyəmi artırmalıyam, attestasiyadan keçməliyəm və ümumiyyətlə məsuliyyətli bir insan olmalıyam. Bunu cümlədə necə yaradır? Tərifi oxumağa bilmirəm, ehtiyac varmı? Batir müəllim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur. Vəzifə funksiyalarını keyfiyyətlə yerinə yetirməsinə görə məsuliyyət daşıyır. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə nə edir? Təhsil alanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir. Yəni, bu peşəkarlıq fərdi məsuliyyəti sırf sizin vəzifələrinizlə verəcək. Baxın, situasiya sırf sizin vəzifə. Mənim vəzifəm nədir? Peşəkarlıq səviyyəmi artırmaq. Aiddir peşəkarlığı, bəli. Mənim vəzifəm nədir? Dövlətin tələbini reallaşdırmaq. Aiddir, bəli. Dövlət standartına uyğun uşaqları məktəb təliminə hazırlamaq. Aiddir, yenə bəli. Valideynlərlə əməkdaşlıq. Aiddirmi? Yenə peşəkarlıq fərdi məsuliyyət. Daha sonra daxili nizam qaydalarına əməl etmək. Aiddir, aiddir. Yəni, İndi sizə nümunə yaradacağam, amma yadınızı saxlayın. Peşəkarlıq fərdi məsuliyyət sırf sizin vəzifələrinizdən bir nümunə yaradır, onu da verir. Bax, deyəcək tərbiyəçi müəllim uşaqlara sadəcə bilik ötürür, onu bacarığa çevirmir. Pedaqoji prosesin tamlığını təmin etmir. İndi pedaqoji proses deməyəcək, deyəcək uşaqlara bilik ötürür, bilik ötürməklə kifayətlənir, onu bacarığa çevirmir. Hansı etik prinsip pozur? Peşəkarlıq fərdi məsuliyyət. Mən əgər peşəkar bir insan olsam, düzdür, peşəkar bir insan olsam, dövlətin tələbini reallaşdıraram. Dövlətin tələbi də nədir? Deyir, uşağın bilik bacarığını inkişaf elətdir. Amma mən nə edirəm? Sadəcə bilik ötürürəm, onu bacarığa çevirmirəm. Və yaxud peşəkarlıq fərdi məsuliyyəti deyəcək, müəllim uşağın inkişafını izləyir, amma valideynlə bölüşmür. Və yaxud heç ümumiyyətlə izləmir. Peşəkar insanam, sizcə mən? Xeyr. Düzdür, çünki əməkdaşlığı da burada yeni vəzifəmi pozuram, valideyndə hüququ pozuldu. Anlayırsınız? Yəni, peşəkarlıq fərdi məsuliyyətdə, yəni çalışmalıyım ki, uşağın inkişafına görə addım atım, uşağı inkişaf elətdirim. Uşaqların inkişafı üçün çalışım ki, hər kəsin güvənini qazanım. Çünki mən əgər uşağı həqiqətən inkişaf elətdirsəm, dövlətin tələbini reallaşdırsam, valideynlər daha çox istəyəcək. Düzdür, mənim qrupuma uşağı yazdırsın. Nə yazırsınız? Səsim gəlirmi? Bəli, video kaydı götürürəm. Götürürəm video kaydı. Yəni, peşəkarlıq fərdi məsuliyyəti sırf sizin vəzifənizlə verəcək. Baxın, vəzifələrinizi bilirsiniz də, hüquq vəzifələrdən. Ona aid situasiya yaradacaq. Deyəcək, tərbiyəçi müəllim özünü inkişaf elətdirmir, vaxtında işə gəlmir, vaxtında getmir. Vaxtında gəlmək, vaxtında getmək sizin əmək funksiyanızda qeyd olunur da, düzdür? Yəni, əməl etməlisiniz. Peşəkar bir insansız, vaxtında gəlməsəz, xeyr. Uşağı mən inkişaf elətdirməsəm, peşəkar insanım, xeyr. Uşağın nailiyyətini yoxlamasam, izləməsəm, peşəkaram, deyil. Valideynlə əməkdaşlıq etməsəm, peşəkaram, xeyr əlbəttə. Görürsünüz, yəni sırf situasiya belə yaradılır. Yəni, testlə tərtib edəcəm, amma Telegram kanalında da olmalıdır buna aid. Peşəkarlıq fərdi məsuliyyəti sizin vəzifənizlə verəcək ki, müəllim uşaqlara sadəcə bilik ötürür, onu bacarığa çevirmir, müəllim uşaqların nailiyyətini qiymətləndirmir, müəllim valideynlərlə əməkdaşlıq etmir, daxili nizam qaydasına əməl etmir, vaxtında gəlmir, gecikir işə hər dəfə. Hansı pozulur? Peşəkarlıq fərdi məsuliyyət. Anlayırsınız, yəni situasiyada elə yaranacaq. Sonra loyallıq. Loyallıq da bir növ şər atmaqdır. Baxın, mən asan dildə həmişə əlaqələndirib deyirəm, necə ki, konfidensiallıq biraz xəbərçilikdir, burada da şər atmaqdan deyir, uzaq olmalısan. Yəni, loyallıq deyir, müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərliyinin fəaliyyəti ilə əlaqədar qanunsuz fəaliyyət istisna olmaqla, baxın, mötəzənin içində verir, tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, bax, adına və nüfuzuna xələl gətirə biləcək hərəkətlərdən qaçınmalıdır. Hansıdır? Loyallıq. Loyallıq şər etmə, yəni şərləmə necədir? Baxın, mənim əlimdə dəlil sübut yoxdur. Və mən deyirəm ki, heç bir sübutum yoxdur. Deyirəm ki, indiki xəstəxanalar heç insanın sağlamlığı üçün çalışmır, ancaq rüşvətə çalışır. Loyallıq pozulur, bəli. Və yaxud gedirəm hər hansı bir tədbirə, başlayıram özümü tərifləməyə. Deyirəm, bilirsiniz mən necə peşəkaram, bilirsiniz mənim uşaqlarım necə gözəl öyrənir. Onlara elə gözəl nizam öyrətmişəm, çox tərbiyəlidirlər. Amma mənim iş yoldaşlarım, bilirsiniz uşaqlarına necə pis davranır, heç uşağı inkişaf elətdirmir, səhlənkardılar, özlərini inkişaf elətdirmirlər və s. Şərləyirəm də, düzdür.
Loyallıq pozuldu, bəli. Və yaxud deyirəm ki, bax, zooparkdır və yaxud hər hansısa bir muzeylərdir. Nəyə lazımdır ki, uşaqları ora nəyə aparırsınız? Çox mənasızdır mənim üçün. Nə pozuldu? Loyallıq pozuldu, bəli. Anlayırsınız? Yəni loyallıqda tənqidi çıxış, əlimdə dəlil sübut yoxdursa, yəni fakt dəlil sübut görürəm ki, burada qanunsuzluq var, bəli, onda göz yummalı deyiləm əlbəttə. Onda da loyallıq pozulmur. Amma əlimdə dəlil sübut olmadan fərziyyələrlə başlayıram kimisə şərləməyə, kimisə pisləməyə, o zaman loyallıq pozulur. Kim olur olsun, ya dövlət işçilərinə, ya dövlət müəssisələrinə, ya həmkarlarımı pisləyirəm, mütləq ki, loyallıq pozulur. Olmaz. Anlayırsınız? Təsəvvür edin, çıxıram. Deyirəm ki, bağçalara uşaqlar çox nahaq qoyurlar. Bilirsiniz bağçada uşaqlar necə davranırlar? Yəni mən sizin yerinizdə olsam uşaqları bağçaya qoymazdım. Hansı pozuldu loyallıq? Yenə qeyd edirəm, yarışa gedirəm, deyirəm mənim uşaqlarım görəndə tərbiyəlidir, amma digər uşaqlar çox tərbiyəsizdir. Nə pozuldu? Loyallıq. Düzdür? Yəni dövlət əleyhinə nəsə danışıram, dövlət işçilərinin əleyhinə nəsə danışıram, fakt dəlil sübut olmadan yenə qeyd edirəm. Qanunsuzluq varsa əlbəttə onda loyallıq pozulmur. Amma şər etmək, tənqid etmək əlimdə sübut olmadan loyallığın pozuntusuna gətirib çıxardır. Yəni müəllim adına və nüfuzuna qətiyyən xələl gətirə biləcək hərəkətlərdən qaçmalıyam. Baxın, olmaz. Yəni o hərəkətlərə yol açmalı deyiləm. Bu da oldu loyallıq. Çox asandır düşünürəm. Yəni cümlədə tapa bilərsiniz. Situasiyalar yaradıram. Ümidvaram ki, çətin olmaz. Yəni loyallığı şərlə, pisləməklə tapacaqsınız. Harda gördünüz ki, mən kimisə pisləyirəm, harda ki gördünüz mən nə edirəm, dövlət müəssisələri işçiləri haqqında və yaxud həmkarlarım haqqında və yaxud hər hansı başqa müəssisə haqqında tənqidi fikirlərdəyəm, amma tənqidi dedikdə də nəsə bir dəlilim, sübutum yoxdur. Ancaq danışıram, loyallıq pozulur. Tənqidi də deyəndə daha çox pisləyəcəm də yəqin ki, düzdürmü? Pisləyirəmsə loyallıq pozulur, şər atıramsa loyallıq pozulur, olmaz. Sonra mədəni davranış. Mədəni davranış nədir? Yəni əslində düşünürəm ki, müəllim hər kəs üçün rol model nümunə olmalıdır. Düzdür? Yəni mədəni baxımdan, yəni bura hər bir şey aiddir. Özümün görkəmimdir, oturuşumdur, duruşumdur, danışığımdır, başqalarına qarşı münasibətimdir. Hər bir şey bu mədəni davranışa aiddir. Yəni əgər mən adi gigiyenik vərdişlər var. Hər birimiz əlbəttə əl üzümüzü də yumalıyıq, dişlərimizi də fırçalamalıyıq, saçımızı səliqəyə salıram, geyinmə səliqəsinə fikir verirəm. Düzdür, oturuşuma, duruşuma diqqət yetirirəm, danışığıma diqqət yetirirəm. Bunlara diqqət yetirməyən müəllim mədəni görünər kənardan. Düşünmürəm. Və yaxud danışıram. Təsəvvür edin, sizlə ünsiyyət qururam, nəsə fikir deyirsiniz, fikrinizi sona qədər dinləmirəm. Cobut ifadələrlə fikrinizi yarıda bölürəm. Ümumiyyətlə sizə qarşı cobut ifadələr işlədirəm. Kənardan mədəni görünər, xeyr. Məni tənqid edirsiniz, tənqidə açıq deyiləm. Baxın, amma mədəni davranışda deyir, tənqidə açıq ol. Loyallıqda deyir, tənqid etmə, şər atma, istəmə, əlində sübut yoxdursa, qanunsuzluq yoxdursa. Mədəni davranışda deyir, açıq ol. Təhqirə deyil. Baxın, təhqir başqadır, o sizin hüquqlarınızın pozuntusudur. Amma tənqidə mədəni davranışda açıq olmalıyam. Düzdür, yəni mədəni bir insanımsa məni tənqid edəcəklər, fikrini bildirir də. Tənqid nədir? Qarşı tərəf mənə olan fikrini, münasibətini bildirir ki, nədir? Mən onu sakitcə, səbirlə, təmkinli şəkildə dinləyirəm. Yoxsa biri məni nəsə deyən kimi səsimi atın başıma, cobut ifadələrdən istifadə edin, vulqar ifadələrdən istifadə edin, əlbəttə bu mədəni görünməyəcək. Və yaxud valideynin əməkdaşlıq edirik, mütəmadi olaraq. Təsəvvür edin, ünsiyyət qururam və ünsiyyət qurarkən danışıq, söhbət edirik. Mənə nəsə sözünü deyir, sağa baxıram, sola baxıram, saqqız çiynəyirəm, necə çiynəyirəm, indi özünüz təsəvvür edin də. Saqqız çiynəyirəm, daha sonra buradan o uşağı qışqırıram, oradan o uşağı. Valideyn də söz deyir, indi mənə fikrini bildirir. Artıq anlayır ki, mənim diqqətim onda deyil. Adicə hörmətə əsaslanan qarşılıqlı ünsiyyət. Bax, burada hörmətdən bəhs edir. Hörmətə əsaslanan qarşılıqlı ünsiyyəti keçəndə hər biriniz anlayacaqsınız. Ümumiyyətlə, kimlənsə ünsiyyət qurursunuzsa, onun gözünün içinə baxmaq və onu dəstəkləmək mütləqdir ki, qarşı tərəfə həm güvən verirsiniz, həm də hörmət nümayiş etdirirsiniz. Düzdür, fikir verirəm, diqqətim ondadır. Artıq qarşı tərəf anlayır ki, diqqətiniz oradadır. Yox, sağa sola baxıb buna qışqırsanız, artıq sanki səni saymıram bir vibe verir. Anlayırsınız? Olmaz. Yəni mütləq ki, danışanda gözün içinə baxıram. Hətta bizim nə edirik normal danışanda? Hə, bəli, sonra və s. Yəni fikrim səndədir. Bunlar çox mütləqdir. Daha sonra uşaqlar fikrini bildirir və yaxud valideyn, fərqi yoxdur. Hansısa fikrini bildirirsə, sona qədər dinləməliyəm. Nəyisə məcbur etmək olmaz, mədəni davranış deyil. Və yaxud, bax, deyək ki, kimisə danlayıramsa uşaqlardan da nəsə intizamı pozublar. Cobut ifadələrdən istifadə edirəm. Mədəni deyil qətiyyən. Otururam, əlimi çənəmin altına atmışam, ayağımın üstünə, mədəni görünür, xeyr. Kimlənsə uşaqları çağıram da, deyək ki, səsimi atmışam, başıma qışqıra. Kənardan mədəni görünür, qətiyyən. Bax, yenə qeyd edirəm. Mədəni davranışı sizə situasiyada necə yaradacaq? Yəni, düşünürəm ki, hər biriniz yetər qədər təsəvvürə maliksiniz də. Mədəni insan necə insandır? Mülayim, səbirli, təmkinli.
danışığına, oturuşuna, duruşuna, geyiminə, hər bir şeyə diqqət yetirən. Anlayırsınız? Burada da mütləq deyirəm. Çünki siz uşaq üçün rol modelsiz, nümunəsiz. O gördüklərini daha yaxşı, daha tez yadında saxlar, nəinki deyildiyini. Ona görə mən desəm də ki, bax uşaqlar, başqalarını sona qədər dinləyin, diqqətli olun. Özüm də 2 dəqiqədə bir onların sözünü bölsəm, uşaq mənim dediyimdən çox etdiyimi yadında saxlayacaq. O da başlayacaq başqa. Və yaxud deyirəm uşaqlar, baxın, qətiyyən digər uşaqlara qarşı bu davranış sərgiləməyin, bir-birinizdən mülayim danışın, dostluq edin və s. Özüm də təsəvvür edin, bütün günü sağlam psixoloji mühiti pozuram. Vulqar ifadələr, cobut ifadələr, uşaq əlbəttə ki, mən dediyimi daha tez mənimsəyəcək. Düzdür? Baxacaqsınız 2 gün sonra o da cobut ifadələrdən istifadə edir, vulqar sözlərdən istifadə edir və yaxud baxın, adi zarafat edirəm. Zarafat edəndə belə vulqar ifadələrdən istifadə edirəmsə, bu da mədəni davranış deyil. Yəni, yenə qeyd edirəm. Danışıq, oturuş, duruş, hər bir şeyə diqqət yetirmək mədəni davranışdır və mütləq ki, Hadizə baxın, mən üzümü yumamış gəlirəm, saçım, başım dağınıq fiddə, yenə mədəni görünmürəm. Yəni, hər bir şey səliqəli, oturuş, duruş, danışıq, bunlar mütləqdir. Və yenə qeyd edirəm, sözü bölürsə, bax, uşağın fikrini bölür, yarımçıq. Uşağın fikrini icazə vermir ki, uşaq sona qədər fikrini bildirsin. Və yaxud uşağı nəyəsə məcbur edirsə, və yaxud valideyni yenə mədəni davranış. Baxın, əgər mən uşağı cobut ifadə işlədirəmsə, bu mədəni davranışdır. Valideyn buna və yaxud cobut davranıramsa, bu mədənidir. Amma valideyn də buna şahid olursa, burada başqa etik prinsip pozulur. Sonra gələk qərəzsizliyə. Tərifləri özüm oxumuram, özünüz PDF göndərəcəm, oxuyarsınız. Yəni, əsas xüsusi məqamları qeyd edirəm. Qərəzsizlik nədir? Baxın, qərəzsizlik gender bərabərliyi oxşardır. Gender bərabərliyi qərəzsizliyin içində verir və yaxud variantlarda sırf cinsi fərqə görə verəcəksə, gender götürəcəksiniz, onu deyəcəm. Baxın, qərəzsizlik, yəni mən qərəzsiz bir insan olmalıyım. Yəni, bu qədər asan. Bərabərliyi qətiyyən pozmaq olmaz. Bərabər imkanlar pozulursa, qərəzli davranıram. Baxın, bərabər imkan nə olur olsun. İstər mən cinsinə görə fərq qoymuşağa, istər irqinə görə, istər sağlamlığına görə, istər saçının rənginə görə, istər cinsinə görə, potensial səviyyəsinə görə, nə olur olsun. Nə olur? Baxın, nə isə də görə fərq qoyuramsa uşaqlar arasında və yaxud təsəvvür edin, öz uşağımı aparmışam bağçaya, digər uşaqla konflikt edir. Tez o uşağı başlayıram cobut davranış sərgiləməyə, pis sözlərdən istifadə edirəm, öz uşağımı da əzizləyirəm. Qərəzsizlik pozulur, bəli, qərəzlimi davranıram, qərəzli davranıram. Və yaxud hər hansı bir valideynlə münasibətimiz yaxşı deyil. Vaxtımız maşallah olsun tez, uçur elə bir valla. Və yaxud hər hansı bir valideyn mesajlara baxacam. Deməli, müəllimlər, baxın, qərəzsizlikdə, yəni mən hər hansı bir valideynlə pis münasibətdəyəm. Və ola bilər ki, nəsdə münasibətimiz alınmayıb. Və mən, onun da övladı mənim qrupumdadır. Başlayıram həmin bu negativ enerjini, bu mənfi belə deyim, enerjimi ötürürəm uşağa. Uşaqdan çıxıram elə bir heyfimi də, adi dillə deyim, uşaqdan heyfimi çıxıram. Bu valideynlə münasibətim yaxşı deyil, onu uşağa ötürürəm, uşağa başlayıram kənarlaşdırma, uzaqlaşdırma və yaxud 2 dəqiqədən bir alçaldıram, təhqir edirəm. Pozulur qərəzsizlik prinsipi, əlbəttə pozulur. Və yaxud, baxın, variantda verə bilər qərəzsizliklə də, gender bərabərliyinə də. Onun üçün birlikdə də izah edəcəm, sonra ayrı-ayrı fərqi deyəcəm. Ola bilər ki, bax, uşaqlardır, biri oğlandır, biri qızdır. Hər hansı bir oyunca, biri gəlinciklə oynayır, oğlan. Qız da nəqliyyatla, maşınla oynayır. Yaxınlaşıb deyirəm ki, sən qızsan, heç qızlar maşınla oynayır və sən oğlansın, sən kişisən, ola bilər ki, sən gəlinciklə, kuklayla oynayasan, ayıb deyil. Hansı prinsip oldu? Qərəzsizlik. Olmaz, nə cinsinə, nə və yaxud, baxın, təsəvvür edin, fəal uşaqları ön plana çəkirəm, fəal uşaqları prosesdə, hər zaman dərs prosesində fəal iştirakını təmin edirəm və yaxud açıq məşğələdir, yenə aktiv uşaqlarla, fəal uşaqlarla məşğul oluram. Zəif uşaqlar arxa planda qalır. Qərəzsizlik pozuldu, əlbəttə pozuldu. Və yaxud sağlam uşaqlar, tipik uşaqlarla məşğul oluram, sağlamlıq imkanı məhdud olan uşaqları kənarlaşdırıram, arxa planda qalır. Pozulur qərəzsizlik, bəli, pozulur, olmaz. Yəni, bərabər şərtləri, imkanlar. Və yaxud təsəvvür edin, uşaqların bilgisinə deyirəm ki, gəlin siz bu oyuncaqlarla oynayın. Digər 3-4 uşaq var ki, onlarla qərəzli bir münasibətdəyik. Deyirəm ki, bax, siz əlinizi vurmursunuz. Keçin sakitcə orada oturun. Sözümə qulaq asmırsınız deyə, bax, ona görə sizi uzaqlaşdırıram. Olmaz, qərəzli davranışdır. Bütün uşaqlar üçün bərabər imkanlar təmin edilməlidir. Hər bir dəstəkləyici mühitdən hər bir uşaq istifadə etməlidir. Olmaz. Baxın, hardasa, mən bunu hər zaman necə qeyd edirəm? Təsəvvür edin, tərəzinin 2 gözüdür. Biri birindən ağır basarsa, biri-birindən ağır basarsa, hansı pozulur? Qərəzsizlik etik prinsip. Baxın, biri-birindən də tərəzidir. Nəyisə də görə qərəzli davrandım. Hardasa çıxarım var, nəyisə biraz artıq əlavə etdim, olmaz.
Ola bilər ki, elə uşaq fəaldır, onu daha çox sevirəm. Ola bilər də bu sevgi elədir ki, onu bərabər paylamaq yəni olmur. Amma diqqəti, hörməti bərabər paylamaq mümkündür. Və ola bilər ki, hansını daha çox sevirəm və ona daha çox diqqət ayırıram, daha çox ona məşğul olurum. Digər uşaqlar arxa planda qalır. Olmaz, gərəksizlik pozulur və digər uşaqlarda da kin nifrət yaradırsınız bu uşağa qarşı. Bu uşaqda da narsizm, egoizm yaradırsınız. Anlayırsınız? Olmaz. Bu davranışın əslində mənfi tərəfləri çoxdur. Daha sonra qərəzsizliyi necə deyək? Yəni mən öz səlahiyyətimdən öz çıxarlarım üçün istifadə etməməliyəm. Burada da elə oxuyacaqsınız ki, öz səlahiyyətindən kənar məsələlər üçün istifadə edirəmsə, öz peşə vəzifəmdən kənar məsələlər üçün istifadə edirəmsə, öz çıxarlarım üçün, öz maraqlarım üçün istifadə edirəmsə, qərəzsizlik pozulur. Baxın, öz marağıma görə hərəkət etməli deyiləm. Öz çıxarlarım üçün hərəkət etməli deyiləm və ya istifadə etməli deyiləm peşəm və ya səlahiyyətlərimi. Olmaz. Yaxşı. Bax, bu da oldu qərəzsizlik. Qərəzsizlik yenə qeyd edirəm. Nəyəsə də görə görürsünüz ki, yəni amma sözündən mütləq qarşılayacaqsınız, mütləq. Ancaq amma sözləri mütləq olacaq. Fəal uşaqları ön plan çəkir. Amma pasiv uşaqlar arxa planda qalır. Müəllim bu uşaqlara oyuncaqlarla oynamağa imkan verdi, şərait yaratdı. Ancaq digər uşaqlara dedi ki, onu əl vurmayın, kənarda oturun. Və yaxud valideynlə münasibəti pisdir, ona görə bu uşağa da onu ötürür. Yəni bu uşaqdan heyfinə çıxır, pis davranır. Və yaxud hər hansı bir valideyn ona rüşvət verir də, indi nə olur olsun, istər maddi cəhətdən, istər mənəvi, yəni rüşvət verir. Və mən ona görə onun övladına daha çox yaxşı davranıram. Təsəvvür edin, eləcə bütün gün başına dolanırım, pərvanə olmuşam, qərəzlimi davranıram, çıxarım üçün hərəkət edirəm, bəli, marağım üçün. Çıxar maraq nədir? Yəni mənim orada nəsə güddüyüm bir xeyir var. Nəsə bir xeyrim var ki, mən ona yaxşı davranıram və yaxud pis davranıram, belə. Bu da oldu qərəzsizlik. İndi gender bərabərliyin. Baxın, biraz öncə situasiya yaratdım. Diaqnostik imtahanda da belə bir sual düşmüşdü. Tam sual yadımda deyil, amma yaradacağam. Bir saniyə xatırlayacağam. Baxın, deyir iki uşaq, elə biraz öncə dediyim kimi, hərəsi biri qız deyək maşınla oynayır, oğlan da gəlinciklə. Müəllim də yaxınlaşıb onlara oyuncaqları dəyişməyi tələb edir. Və yaxud deyir ki, bax sən oğlansan maşınla, sən qızsan gəlinciklə oynamalısan. Pozulan etik prinsipi hansıdır? Burada gərəzsizlikdə götürə bilərik. Variantda gərəzsizlik olmasa, gender bərabərliyini götürə bilərik. Çünki, müəllimlər, gender bərabərliyi cinsi bərabərlikdir. Yəni, əgər ki, mən bugünkü gün deyirəm ki, qadınlar nə etməlidir? Yemək bişirməlidir, qadının yeri mətbəxdir, kişilər gedib pul qazanmalıdır, qadın da bütün günü mətbəxdə vaxt keçirib uşaqları böyütməlidir. Bu yanaşmadayımsa, gender bərabərliyini pozuram. Və yaxud deyirəm ki, bax, sən kişisən, kişilər ağlayar, sən oğlansın, yekə böyük oğlansın, oğlan ağlayar, olmaz, gender bərabərliyi pozulur. Yəni, uşağa əgər cinsi xatırlanırsa, cinsi üzərindən hər hansı bir vurğu, irad bildirilirsə, mütləq ki, gender bərabərliyi pozulur. Bax, cinsdir. Gərəzsizlikdə ümumi. Baxın, gərəzsizliyin içində gender də aiddir, hər bir şey. Cins də dedik, irq də dedik, etnik mənsubiyyət də dedik, daha sonra sağlamlıq da dedik, potensial hər bir şey vurğuladı. Düzdür, maddi təminatda hər bir şeyə görə fərq qoyulursa, nəyəsə də görə gərəzsizlikdir. Amma sadəcə cinsi olsa, yəni sırf cinsə görə fərq qoyuramsa, o gender bərabərliyidir və variantlara baxacaqsınız. Çünki 100% də əgər sizə sırf gender bərabərliyi ilə situasiya yaratsa, variantda gərəzsizlik verməyəcək, elə gender bərabərliyini verəcək. Amma ola bilər ki, gender verməz, gərəzsizlik verər. Yəni ikisindən birini götürsəz doğrudur, anlayırsınız? Daha sonra bu gender bərabərliyində, yəni mən əgər uşağa deyirəm ki, bax sən qızsan, qız heç belə gülər, qızsan, o necə geyimdir? Kənara dur, sənin gücün çatmaz, qoy oğlan gəlsin kömək etsin. Olmaz. Yəni vurğu kişi və ya qadın üzərindən və ya qız oğlan üzərindən olmaz. Düzdür, biz uşaqlara əlbəttə ki, cinsi haqqında məlumat verməliyik və s. Amma bu irad bildirirəm. Baxın, mənim cümləmə diqqət yetirsəz, mən əslində uşağı nədə günahlandırıram, nəsə bir irad bildirirəm. Yəni bu normal münasibət deyil. Təsəvvür edin, uşaq ağlayır, yaxınlaşıb deyirəm ki, kişilər ağlayır, utanmısanmı? O uşağın artıq hisslərini bastırmasına, qapamasına şərait yaradırsınız. Olmaz. Yəni o artıq biruzə verməyəcək. Emosional cəhətdən onu təsir edirsiniz pis mənada. Və yaxud qızdır, gülür də, uşaqdır da, sevinir. Yəni hər birimizin həyatımızda olub. Yəni məncə mənim anam da tez-tez deyibdi ki, qızım biraz yavaş gül. Gülürük də, normal bir emosiyadır. Necə ki, ağlamaqdır, gülməkdə hamısı bir-birindən əlaqəlidir. Gülürəm. De, ola bilər ki, səsli oldu. Kimsə yaxınlaşıb deyəndə ki, utanmırsan, biraz yavaş gül. Və yaxud sən qızsan, qızlar, qadınlar belə gülər, istər-istəməz məyus olursunuz, düzdür, pərt olursunuz. Yəni o sonradan siz əslində hiss etmirsiniz, psixoloji təsir edir. Ona görə bu cür iradlar olmaz. Və yaxud sən gəlinciklə, sən nəqliyyatla düzdür, yönləndirməlisiniz. Əlbəttə ki, biz yönləndirməliyik, istiqamət verməliyik, amma biri var sağlam psixoloji mühiti pozaraq
misal üçün nəsə irad bildirək. Bir də var ki, sağlam psixoloji mühit çərçivəsində siz uşağa doğru istiqamət verirsiniz. Bu da oldu gender. Gender sırf cinsidir. Bax, nəysə deyirəm ki, sən qadınsan, sən kişisən, qadın belə eləməlidir, kişi belə eləməlidir. Olmaz. Bugünkü günü bərabərlik var da, düzdür? Qadın da gedir, işləyir. Misal üçün kişi də yeri gəlsə evdə hər hansı bir işi yerinə yetirir. Bu eyib deyil. Yəni normaldır. Bunu da qəbul etməliyik. Yəni yenə qeyd edirəm, ümumi hansısa məsələlər olsa, nəyəsə görə fərq qoyuruqsa və yaxud çıxarım üçün addım atıramsa, hər hansı bir marağım, çıxarım var, ona görə addım atıramsa, gərəzsizlik pozulur. Sırf cins üzərindən fərq versə gender. Amma genderdə gərəzsizliyin içində verə bilər. Sonra ictimai etimad. İctimai etimad əslində cəmiyyətin güvənidir. Yəni insanların güvənini qazanmaqla bağlıdır bu ictimai etimad. Güvəni də necə sarsar? Yəni hər bir insanın güvəni düşünürəm ki, yalan olsa, kimsə bizə yalan danışsa, güvənimiz birbaşa sarsır, düzdür? Yəni birinci dəfədə yenə bəlkə biraz şans verərik, amma istər-istəməz o istəyincə o güvən yox olur. Yəni yalan burada elə başlıca sözdür. Baxın, yalan qətiyyən yalan danışmaq olmaz. Yalan danışdığımı elə bil ki, güvən getdi, uçdu. Bir də onu geri qazanmaq bilirsiniz nə qədər səy göstərir. O da ki, %100 əvvəl kimi güvənli qazanasınız, qazanmayasınız sual altındadır. Yəni necə ki dedim, loyallıqda şər atmaqdır, pisləməkdir. Konfidensiallıqda xəbərçilikdir. Vicdanlı davranış nə idi? İctimai etimadda da yalandır. Yəni müəllim qətiyyən yalan danışmamalıdır. Bu birbaşa bir də sizin informasiya savatlığınızla da əlaqəlidir. Yəni əgər mən mütəmadi olaraq yalan danışıramsa və yaxud bir neçə dəfə yalanlarım arxa-arxaya düzülürsə və yaxud bilmədən də ola bilər ki, hər hansı bir məlumat eşidirəm, amma onun rəsmi bir məlumat olub-olmadığını yoxlamıram. Yəni mənbədən araşdırmıram. Sonra da çıxır ki, sən demə yalan məlumatdır. Bir dəfə belə, iki dəfə, üçüncü dəfə mənə heç kim inanmayacaq. Elə ikincidən də inanmayacaqlar. Anlayırsınız, ona görə hər hansı bir məlumatı eşidəndə, bax məndən soruşursunuz, müəllimə imtahan, bilirsiniz şəxsiyə nə qədər sual gəlir, imtahan nə vaxtı, bilmirəm, həqiqətən. Mən hətta qeyd edəndə deyirəm ki, bax bu mənim ehtimalımdır, mənim zənnimcə, mənim fikrimcə, amma rəsmi məlumat deyil. Limit var axı, 100 nəfərdən sonra qəbul etmir. Deməli, ictimai etimadı qeyd etdiyim kimi, yəni müəllim hər hansı bir məlumatı eşidəndə belə və yaxud girir sosial şəbəkəyə. Orada rəsmi olmayan bir səhifədə məlumat eşidir, onu yaymalı deyil. Yəni onun mənbədən maraqlanıb, doğru versiyasını öyrənib, sonra onu belə deyim, başqa insanlara ötürə bilər. Amma belə əgər ki, mən yalan danışsam, nə olur? İctimai etimad pozulur. İctimai etimad sırf yalan danışmamaq lazımdır. Ümumiyyətlə, baxın, deyir ki, peşə nüfuzundan möhkəmləndirməyə, müəllim adını şərəf və ləyaqəti uca tutmağa borcludur. Baxın, uca tutmağa. Hansında idi ki, biz müəllim adına nüfuzuna, peşə nüfuzuna ümumiyyətlə xələl gətirməli deyildik. Xələl gətirə biləcək hərəkətdən qaçmalı idik. Hansı idi o? Müəllim. Ay, sağ olun, loyallıq. Burada nə deyir? Deyir, uca tutmağa borcludur. Müəllim şərəf və ləyaqətini uca tutmağa borcludur. Və eyni zamanda yalan danışmamalıdır qətiyyən. Hər hansı bir etik prinsipi, baxın bu da açar sözlərdəndir, hər hansısa bir etik prinsipin pozuntusuna yol verərsə, tez onu bərpa etməlidir. Bax, ola bilər ki, qərəzli davrandım, ola bilər ki, vicdansız davrandım, normalda olmamalıdır, qətiyyən pozmaq olmaz, sadəcə nümunə üçün. Ola bilər ki, mədəni davranış, etik prinsipini pozdu, konfidensialıq və s. Bu situasiyada mənə olan bir güvən sarsır da, düzdür? Yəni güvənlərini itirirəm. Və ictimai etimad deyir ki, bu etik prinsipində qeyd olunur ki, sən yenidən o insanların güvənini qazanmalısan. Baxın, ola bilər ki, bilərəkdən və yaxud bilməyərəkdən istəmsizcə hər hansısa bir etik prinsipini pozdum. Və o zaman artıq insanların güvəni mənə qarşı sarsır, düzdür? Və ictimai etimadda deyir ki, sən yenidən onu bərpa et. Yenidən insanların güvənini qazan. Bax, gördünüz, hansı etik prinsipi vasitəsilə, yəni daha doğrusu hansı etik prinsipində qeyd olunur ki, digər etik prinsiplərlə hansınsa pozsan, tez onu bərpa etməlisən. İctimai etimadda yalan danışma olmaz, yalan məlumat, informasiya ötürmək olmaz. Hər hansı bir yalan, istər baxın, iclasda yalan məlumat ötürəm, və yaxud valideynlərdir. Deyək ki, bax, belə nümunə yaradım. Deyək, valideynlərdir, bugün iclas təşkil etmişik. O da rəhbər deyir ki, mən bugün denən yoxam. Mənim halım yoxdur, istəmirəm iclasda iştirak edəm. Mən də çıxıram, deyirəm ki, bugün iclas təxirə düşdü. Çünki rəhbərimiz bağçada deyil. Rəhbər də iştirak etməlidir iclasda. Və sonra da həmin o valideynlər
öyrənir və yaxud şahid olurlar, görürlər indi rəhbər hardasa keçəndə ki, həqiqətən bağçadadır və mənə qarşı güvənləri sarsacaq, əlbəttə sarsacaq. Və yaxud deyirəm ki, bizim bağçada belə davranılır, belə yaxşıdır, belə yaxşıdır, belə yaxşıdır. Sonradan şahid olurlar ki, həqiqətən qanunsuz hərəkətlər baş verir, davranışlar baş verir bu müəssisədə. Yenə də insanların güvəni mənə sarsır. Və yaxud fərqi yoxdur. Hər hansı bir yalan məlumat ötürürəmsə, yalan bilirsiniz, o dedik, el içində 40 gün çəkir, bəzən daha tez olur. Və yalan üstü açılan kimi artıq insanların mənə güvəni sarsır. Baxın, bilərəkdən, istər ixtiyari, istər ixtiyarisiz ola bilər də, bilərəkdən yalan deyirəm və yaxud bilmirəm. Həqiqətən bilmirəm ki, bu yalan məlumatda ötürürəm. Amma sonradan üzə çıxır ki, bu yalandır. Yəni mən araşdırmamışam, yəni məndə informasiya savadlılığı yoxdur. Elə birbaşa öyrəndim, harda gördüm, gəlib onu danışıram. Bunu da danışandan sonra nə olur? İnsanların güvəni yavaş-yavaş mənə qarşı itir. Artıq mənə güvənmirlər. Deyir, o onsuz da yenə yalan deyir, yenə bilmir, yenə yalan danışdı və s. insanların güvənini itirirəm. Yəni ictimai etimadda yalan danışmaq olmaz, qətiyyən. Bir də ki, hər hansı bir etik prinsipini pozsaq, tez onu bərpa etməliyik. Konfidensiallığı dedim. Vicdanlı davranışda müəllimlər, vicdanlı davranış, yəni mən çalışmalıyam ki, keyfiyyətli dərs təşkil edim. Elə diaqnostik imtahanda da belə idi. Tərbiyəçi müəllim əgər dərsini keyfiyyətli və düzgün şəkildə təşkil edirsə, deməli hansı etik prinsipinə riayət edir? Vicdanlıq. Çünki hər birimiz ümumiyyətlə vicdanlıq nümunəsi olmalıyıq. Hər kəs üçün vicdanlı davranış sərgiləməliyik. Mən vicdansız bir insanamsa, əlbəttə gəlib günümü gün edəcəm. Deyəcəm, onsuz da heç kim görmür, boş-boşuna oturum, günümü gün edim, gedim. Vicdanlıyam, xeyr. Amma vicdanlı olsam bilərəm ki, uşağın inkişafı üçün mənim ona ötürdüyüm məlumatlar nə qədər vacibdir, onu bacarığa çevirmək nə qədər vacibdir. Amma mən gəlirəm, səhlənkar yanaşıram, laqeyd yanaşıram və əlbəttə ki, vicdanlı davranış pozulur. Yəni dərsini səmərəli, keyfiyyətli təşkil etmək, açar sözü birbaşa. Səmərəli və keyfiyyətli təşkil etmək hansıdır? Vicdanlı davranış. Sadiqlik də ki, loyallığın əlamətlərini özündə daşıyır. Yəni ya loyallıqdır, ya sadiqlik verəcək cümlədə. Baxın, burada da deyir ki, tərbiyəçi müəllim nə etməlidir? İctimai mülahizələrdən qaçmalıdır, əlində dəlil sübut yoxdursa, tənqidi çıxışlardan çəkinməlidir və s. Yəni, loyallıqla sıx əlaqəlidir bu da. Elə gəl cümlədə loyallığı izah etmişəm deyə artıq bilirsiniz. Ya sadiqlik olacaq, ya da loyallıq. İkisindən birinin nümunəsi ilə verəcək. Bir də burada münasibətlər var. Münasibətləri çox uzun danışmayacağam, vaxt çatmayacaq çünki bundan sonra başqa dərsim var. Deməli, müəllimlər, münasibəti necə verir? Bax, münasibət kimdən arasında? Bir də münasibət etik prinsip deyil. Prinsiplər başqadır, münasibət başqa. Təhsil alanlarla münasibət, pedaqoqun, tərbiyəçinin, təhsil verənin münasibətindən bəhs edir. Bir, uşaqlarla münasibət, valideynlərlə münasibət, rəhbərlə, kollektivlə, bir də ictimaiyyətlə. Bax, bunlarla münasibətimiz düzgün şəkildə təşkil olunmalıdır. Uşaqlarla dedikdə, yəni siz əgər ki, uşağın hüququnu pozursunuzsa, burada heç bir münasibətdən bəhs oluna bilməz. Ümumi təsəvvür edirəm, yəni sizə belə deyim, təsvir edirəm ki, tam olaraq yadınızda qalsın. Yəni situasiya tapa bilərsiniz. Xırdalığı bir-bir keçmirəm. Baxın, uşaqlarla münasibət nə zaman düzgün bərpa olunar? Əgər mən demokratik bir müəllim olsam, əgər ki, mən sağlam psixoloji mühit təşkil etsəm uşaqlara, əgər mən onlara dəstək olsam, əgər hər zaman hörmət etsəm uşaqlara, bu zaman uşaqlarla münasibətim düzgün şəkildə tənzimlənər? Əlbəttə. Bax, sizlə nə zaman bizim münasibətimiz yaxşı olar? Təsəvvür edin, dərsə qoşulubsuz, mən sizi təhqir edirəm, alçaldıram, vulqar ifadələrdən istifadə edirəm, cobud davranışlar sərgiləyirəm. Bu həm mədəni davranış etik prinsip pozulur burada. Həmçinin siz gələn dərs mənim dərsimin qoşulması, bəlkə nömrəmdə blok edərsiniz ki, bu müəllim nə danışdığını bilmir. Uşaqlar da elədir. Mən uşağı hər zaman təhqir etsəm, alçatsam, cobud ifadələrdən istifadə etsəm və yaxud avtoritar bir yanaşmada olsam, baxın, avtoritar bir yanaşmada olmaq uşağı nəysə də məcbur etmək deməkdir. Yəni burada şiddət də var, burada məcburiyyət də var. Əlbəttə, uşaq məndən ya qorxacaq, baskı altında, qorxu altında nəyisə yerinə yetirəcək, ya da ümumiyyətlə qaçacaq məndən, heç bağçaya gəlmək istəməyəcək. Düzdür, yəni çox vaxt da qaça bilmir, elə qalır əlimin altında. Ona görə yəni mən hər zaman mülayim olmalıyam, hər zaman doğru yanaşmada olmalıyam, uşaqlara hörmət etməliyəm, seçim haqqı verməliyəm, uşaqlara düzdür, məcbur etməliyəm, necə məcbur edirəm, yəni oxusun və s. Amma bu bildiyiniz məcburiyyət ilə, yəni şiddətlə, qorxu ilə deyil, sövq etməliyəm, bacar onu biraz yönləndir, xoş dillə sövq elə ki, öyrənsin, oxusun. Daha sonra mən durumun ata-anasına dil uzadım, onun şəxsiyyətinə dil uzadım, onu hər kəsin içində pərt edim. Bu ifadələr, uşaq məndən qaçacaq. Yəni, yadınızda saxlayın. Ən gözəl münasibətin qurulması, birinci, yalan danışmamaq, bir-birinə hörmət etmək, hörmət mütləqdir. Daha sonra, sağlam psixoloji mühit yaratmaq. Elə burada da həm seçim verəm, həm dəstəkləyirəm, diferensiallığı nəzərə alıram, hər bir şey. Daha sonra valideyn. Valideynlərlə münasibət nədir? Yəni, əməkdaşlıq. Yenə bir-birimizə güvən veririk. Yenə, belə deyim, mən məlumat ötürürəm valideynə.
Maarifləndirən valideyn ola bilər ki, nəyisə bilmir də, normaldır. Elə hər kəs gedib oxumur ki, pedaqoqa, psixologiyanı. İndi valideyn ola bilər ki, nəyisə bilmir, mən maarifləndirməliyəm. Hansı bir davranışı mənə xoş gəlmir deməyim, doğru gəlmir. Yenə mən maarifləndirməliyəm. Düzdür? Qətiyyən irad bildirmək olmaz, amma konstruktiv rəylə maarifləndirmək, yönəltmək olar. Yəni həm məlumat verəm, maarifləndirəm, həm də ki, konstruktiv rəylə istiqamətləndirəm. Yenə qeyd edirəm, bir-birinizə hörmət edəcəksiniz. Bir də ki, çalışın, bax, valideynlə əməkdaşlıq edəndə, normalda inanıram ki, etdiyiniz, atdığınız addımlardır. İndi belə danışanda deyəcəksiniz, bu terminlər, elmi cümlələr, çalışdığım qədər sadə dildə izah edirəm. Deyəcəksiniz, bu necə öyrənək, bu necə davranmaq lazımdır, amma real həyatda inanıram ki, hər biriniz elə davranırsınız valideynlərə. Yəni bir-birinizə hörmət edirsiniz, düzdür? Valideynlə mən hər zaman uşağın mənfi yönlərini qeyd etsə, bax, təsəvvür edin, gedirəm valideynə məlumat ötürməyə. Çatan kimi deyirəm ki, sənin uşağın çox tərbiyəsizdir. Sizlə də danışmıram, başqa sənə keçirəm. Uşağın çox tərbiyəsiz. Evdə uşağınla məşğul olmusan, telefonda oturduğunda get uşağınla məşğul ol. Valideyn birincisi əgər biraz belə impulsiv valideynsə birbaşa məndən konfliktə keçəcək. Yox, əgər biraz sakit, səbirli valideynsə nə edəcək? Məndən qaçacaq ki, hər dəfə bir də mənə yaxın gəlməyəcək ki, o müəllim yenə nə danışdığını bilmir, uzaq gəzəcək. Ona görə hər zaman konstruktiv yanaşmaq, hər zaman empatiya qurmaq. Bax, bütün insanlar fərqlidir. Hər kəsin yaşayış şəkli də, imkanı da fərqlidir. Yəni mən əgər bu gün gedib çox bahalı bir restoranda oturub yemək yeyə bilirəmsə, bu demək deyil ki, bütün insanlar belə bir imkanı var. Gedib bahalı restoranda yeyə bilər və mən onun belə deyim, tənqid etməliyəm ki, sən niyə getmirsən? Bəlkə onun imkanı yoxdur. Bunu nümunə üçün deyirəm. Və yaxud mən bu kitabı ala bilirəm, mənim buna imkanım var. Elə valideyn var ki, və yaxud insan var ki, buna imkanı yoxdur. Sənin uşağını bahalı, belə deyim, bir məktəbə yazdırmağa imkanın var, elə valideyn yoxdur. Və yaxud sənin uşağınla daha çox vaxt keçirməyə imkanın, şəraitin var, elə valideyn var ki, səhərdən axşama işləyir. Yəni həqiqətən yoxdur vaxtı. Ona görə biz valideynlərə belə deyim, irad bildirmədən, təhqir etmədən, ümumiyyətlə təhqir qətiyyən olmaz, tənqid etmədən əvvəl nə etməliyəm? Empatiya qurmalıyam. Bu hər bir şeydə belədir. Bir də ki, doğru yanaşma. Yəni hər zaman doğru yanaşma hər bir şeydə qalib olur. Səhv yanaşdınsa elə bil ki, münasibət korlandı. Bir də valideynlə məsəl uşağın arasında hər hansı bir yanlış anlaşılma, anlaşılmazlıq varsa, çalışmalısınız ki, onu da bərpa edəsiniz. Yəni onların o münasibətini tənzimləyəsiniz. Ola bilər biraz öncə dediyim uşaq deyir, mən anam sevmir, atam sevmir. Mən elə bir övladlığam və s. Mən izah etməliyim ki, xeyr, o səni çox sevir. Əsasən də sonradan bacı qardaş olursa, ailədə, uşaqlarda o belə deyim, qısqanclıq krizi baş verir. Və mən nə etməliyəm? İzah etməliyim ki, sən də çox əzizsən, bir də valideynlə danışmalıyıq və s. Sonra rəhbər. Rəhbər baxın, sizin vəzifə funksiyanızla bağlı hər hansı bir təlimatı verirsə, dənizdən kənar, işinizdən kənar sizə heç bir təlimat, yəni verə də bilər. Amma onu maddi cəhətdən qarşılığı var. Yəni artıq işləyirsinizsə, başqa bir işi yerinə yetirirsinizsə, onda mütləq ki, sizə hər hansı mükafat, bir pul olmalıdır. Və belə qeyd edim, bax, amma işinizlə bağlı hər hansı bir təlimatı verirsə, bəli, mən onu mütləq ki, yerinə yetirməliyəm. Rəhbərdir, mənə təlimat verir funksiyonla bağlı, mən də onu yerinə yetirirəm. Və yaxud mən durum iş yoldaşlarımın aparım rəhbərin gözünə girmək üçün, məni çox sevsin, məni daha çox güzəştlərdə getsin deyə gedim hər bir şey daşıyım, elə rəhbərə danışım. Göz bəbəyi olum da, elə gedim, nə eşitdim iş yoldaşımdan, gedim ona danışım. Münasibətlərini korlayım, olmaz. Bax, bu cürdə davranış olmaz qətiyyən. Rəhbərlə bəlkə münasibətiniz yaxşı olacaq, amma kollektivdən korlanacaq. Daha sonra kollektivlə ümumi təsvir edin. Baxın, kollektivlə ən əsası, baxın, konflikt edəndə hər hansı bir mübahisə yaranırsa, ola bilər də insanlıq hər biri, ailədə də problem baş verir. Müəyyən bir anlaşılmazlıq baş verirsə, konflikt baş verirsə, siz onu konstruktiv şəkildə, yəni doğru şəkildə həll etməyə bacarmalısınız. Qətiyyən qışqır-bağır salım, qətiyyən uşaqları travmalıyım və yaxud bunu daha böyüdüm, şişirdim, vahiməli bir hala salım, olmaz. Yəni konstruktiv hər biriniz böyük insanlarsınız, oturursunuz, danışırsınız, həll edirsiniz. Həmçinin birində qeyd edim. Baxın, mən iş yoldaşlarımın, yəni kollektivin işini düzgün dəyərləndirməliyəm, ədalətli və düzgün şəkildə. Durum mən onu pisləyim, yenə həm loyallıq pozulacaq, olmaz. Yəni aşağı dəyərləndirim olmaz. İşini düzgün şəkildə dəyərləndirmək də vacibdir. Həm gərəksiz olmaq, həmçinin ədalətli olmaq. İctimaiyyətlə, cəmiyyətlə. Cəmiyyətlə də, yəni ən əsası sadə insan olmaq, ən əsası yararlı, cəmiyyətə də yararlı bir insan olmaq. Hər zaman mədəni davranmalıyıq, hər zaman hər kəsi anlamalıyıq, sadə olmalıyıq, yekxana olmaq olmaz, kibirli olmaq olmaz. Bax, bunlara diqqət yetirirsə, inanıram ki, ictimaiyyətlə də münasibətimiz düzələcək. Yoxsa mən durum kimisə təhqir edim, kimisə alçaldım, yenə. Deməli, burada münasibət korlanır cəmiyyətlə. Belə. Bütün xırdalıqları çalışdım vurğulayım videoda. Səsi açıram indi. Çox sağ olun müəllimə. Çox gözəl, aydın, geniş, maraqlı situasiyalardan izah etdiniz. Allah canınızı sağ eləsin.
Sağ Sizin də olun. müəllimim. Sizin də, yəni tam olaraq etik prinsipləri anladınız da. O zaman sual-cavaba keçirəm. Çünki 3-cü linki göndərə bilməyəcəm, dərsə daxil olurum. Amma bazar günü çalışacağam daha çox dərs təşkil edim. Deməli, Aytən müəllimə, Bəli, mənim axşamınız xeyir. hər vaxtınız xeyir olsun. Aytən müəllimə, maşallah olsun. Bütün dərslərimdə də YouTube videolarının altında da demək olar ki, ən fəal elə ən başdan sizsiniz. Hara baxıram, bir Aytən müəllimədir. Şabanova idi, səhv eləmirəmsə. Çox Belə sağ olun, mütəmadi mənim olaraq ümumiyyətlə hər birinizin var olun, hər biriniz dəyər verirsiniz qarşılıqlı həqiqətən. Aytən müəllimə, siz mənə deyin. kısa vaxt ərzində sizin bizə verdiyiniz biliyin qarşılığında, yəni o heç nədir. Çox az bir vaxtı, çox şükür ki, dediklərinizi demək olar ki, tam başa düşdük də, yəni bu iş ərzində qaranlıq bir nöqtə yox. Çox sağ olun. Deməli, Aytən müəllimə, siz mənə keçən dəfə hansı mövzunu keçmişdik? Piaget keçmişdik də, nəzəriyyələr, düzdür? Aha, etik prinsiplərdən də verəcəm. Elə izah elədiklərinizi bilirəm. Piaget, Vygotsky, onlar təlimlə Elə, izah yaxşı. elədiklərinizi. Bax, indi siz mənə deyin. Piaget'in düşüncəsinə görə uşaqlarda ilk öncə zehin formalaşır, sonra öyrənmə baş verir, yoxsa Vygotsky'yə görə? Piaget'in düşüncəsinə görə elə onun Piaget'ə görə. nəzəriyyəsində zehni koqnitiv düşüncədir. Ona görə ilk Ay, öncə sağ ol. zehni, daha sonra öyrənmə. Ona görə uşaqlar özü müstəqil olanda daha aktiv şəkildə hər şeyi dərk edirlər. Ətraf mühitdə özləri məlumat alanda daha yaxşı başa düşürlər. O Piaget'ə görə nitqin, sosial əlaqələrin rolu uşaqlara yaxşı təsir eləmir. Əgər biz onlarla ünsiyyətə girsək, nəyisə də öyrətsək, onda uşaqların marağı azalar. Gərək uşaqlar özləri sərbəst, müstəqil öyrənsinlər. Uşaqlar problemi həll edərkən Piaget'in düşüncəsinə görə aktiv şəkildə problemi həll etməyi gözləyirlər, yoxsa passiv mövqedə olurlar? Əgər Uşaqlar özləri hər hansı əgər özləri yalnız problemi həll edirsə aktiv. Amma biz onlara yol göstərirsə də passiv mövqeyə keçir, artıq sağ olun. fikirləşmirlər. Uşaqları öyrənməyə, daha sonra tədqiqat aparmağa, ümumiyyətlə onlara nəyisə kəşf etməyə sövq edən nədir? Nəyə əsasən? Nədən qaynaqlanaraq uşaq başlayır axtarmağa, araşdırmağa, öyrənməyə, toxunur, baxır, dadır hər bir şey. Nədən qaynaqlanır bu? Öz maraqlarına görə, uşaqlar Ay, sağ maraqlarına görə, ətraf mühitə qarşı ilk öncə ətraf mühitə olan maraqları uşaqlarda özlərini dərk etməyin əsasını qoyur. Ətraf mühitə məsələn Yaxşı. toxunur, demək mən toxundum, mən götürdüm, mən qoydum, özünə inanır. Aha. Yaxşı, indi siz mənə deyin. Sosial konstruktivizm Piaget nəzəriyyəsinə nə layiq yoxsa Vygotsky? Vygotsky Piaget'in tam əksini deyir. Ona görə uşağın inkişafı sosial inkişafla şəxsi təcrübə inkişaf ayrılmazdır. Nitqin, ünsiyyətin, əməkdaşlığın rolu yüksəkdir, maksimumdur. Yaxşı, çox sağ olun. Çox sağ olun. Tərbiyəçi Yazğan müəllimə. Sağ olun. Salam Hə, müəllimə. açdınız. Salam. Hər vaxtınız xeyir. Adınız nə oldu? Hər vaxtınız xeyir. Aynurə müəllimə. Aynura müəllimə. Aha. Aynura müəllimə, siz mənə məlumat verin. Baxın, Piaget nəzəriyyəsinə görə ilkin əməli mərhələdə olan uşaq biliyi nəyə əsasən əldə edir? Burada müəllimə, yəni uşaqlar məsəl üçün geriyə sayırlar, məsəl üçün tam başa düşmürlər də, məsəl üçün geriyə saya bilmirlər ilkin əməli mərhələdə. Məsəl üçün Aparıcı fəaliyyət məktəbə qədər də nədir? necə müəllimə? Aparıcı fəaliyyət məktəbə qədər dövrdə aparıcı fəaliyyət hansı fəaliyyətdir? Oyundur, oyun. Ay, sağ olun. İndi ilkin əməli mərhələdə uşaqlar oyun zamanı biliyə yiyələnə bilərlərmi? Bəli, əlbəttə. Əsasən oyunlar vasitəsilə. Ay, sağ olun. Həm biliyə yaşıdları ilə oyun zamanı uşaqlar nə edir? Biliyə yiyələnir. biliyə yiyələnir. Yaxşı. Piaget'in neçə mərhələsi var? Yəni uşaqlar Dörd mərhələdən hansı ibarət. mərhələlərdən keçir? Hansı mərhələlərdən? 4 mərhələdən. Mhm. Hissi hərəki mərhələdir, ilkin əməli mərhələdir, konkret əməli mərhələ, bir də formal əməli mərhələ. 4 mərhələdən Ay, sağ keçir. olun. Düzdür. Hansı mərhələdə uşaqlar elə düşünür ki, əgər biz əşyaları və yaxud hər hansı bir obyektləri məsafəli düzsək, onların sayı da artacaq. İlkin əməli mərhələdir. Düzdür. Bu anlayış necə adlanır? Bunun termini olaraq hansı terminin uşaqda, hansı anlayışın uşaqda formalaşmadığının göstəricisidir? Uşaq düşünür ki, Konservasiya. ay, sağ Konservasiya. olun. Ay, sağ olun. Düzdür. Yaxşı. Bəs hansı mərhələdədir ki, uşaq
Ancaq öz yanaşmasını, öz fikirlərini, istəklərini əsas tutur. Başqalarının yanaşmasını qəbul etmir. İlkin əməli, ilkin əməli. Bu termin necə Egosentrizm, adlanır? Ay, sağ olun, düzdür. egosentrizm, lemma Düzdür. Sujetli rollu oyunlar, simvolik oyunlar aparıcı fəaliyyət hesab edilir. Daha doğrusu bu yaş qrupunda əsas oyunlara çevrilir. Hansı? ilkin əməli, ilkin əməli. Aha, mərhələ düzdür, ilkin əməli düzdür. Hansı alimin düşüncəsinə görə didaktik materiallar tərbiyəçi müəllimi əvəz edə bilər, pedaqoqu əvəz edə bilər? Montessori, Montessori. Düzdür. Hansı pedaqogikadır, hansı məktəbdir ki, 1919-cu ildə Rudolf Steiner tərəfindən yaradılır? Waldorf, Waldorf. məktəbi. Təhsili incəsənətə çevirmək hansı yanaşmadadır? Waldorf, Düzdür. Hansı yanaşmada tələbyönümlü didaktik prinsip pozulur? Çünki yeniliklərə açıq deyillər, yeniliklərdən istifadə. Aha, informasiya kommunikasiya texnologiyalarından istifadə olunur. Bir qrupda müxtəlif yaşlı uşaqlar var. Emilia, Bilmirəm, müxtəlif yaşlı bir qrupda. Montessori yanaşması. Montessori'də. Bəs iki yaş qrupu var. 4 ayından Emilia. 3 yaşa qədər, Emilia. 3 yaşından 6 yaşa. Düzdür. Layihə əsaslı öyrənmədə hansı yanaşma? Emilia. Birgə qurma işləri var. Əməkdaşlıq, sosial münasibətlər burada da dəstəklənir. Sıx belə deyim, yaradılır. Emilia. Düzdür. Daha sonra hansı yanaşmada dünyavilik prinsipi pozulur və nəyə görə? Montessori'də. Yəni Nəyə din görə? təbliğ olundu. Din təbliğ olundu da ona görə. Hansı Yəni din deyir, təbliğdə? Yəni ki, deyir ki, uşaq anadan olandan nəyi bilirsə, yəni o cür də inkişaf eləməlidir də. Yəni ki, sonradan ona nəsə öyrədilməz də məncə. Belə başa düşürəm onu Yəni Montessori'də. elə deyil. Uşaq necə ki özü yeriməyi, yazmağı bilir, daha doğrusu yeriməyi, yeməyi öyrənir, eləcə də yazma işlərini öyrənə bilər. Özünü öyrənə bilər. Çox sağ olun. Aytən müəllimə. Siz də sağ olun müəllimə. Bəli, müəllimə, axşamınız xeyir. Hər vaxtınız xeyir. Aytən müəllimə, siz mənə deyin, bax deyib ki, tərbiyəçi müəllim fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, yəni işgüzar nüfuzuna xələl gətirə biləcək tənqidi mülahizələrə yol verməməlidir. Hansı etik prinsipdən bəhs edir? Loyallıq. Ay, sağ ol, loyallıq. Bəs hansı etik prinsipdir ki, tərbiyəçi müəllim uşaqların inkişafını izləmir, yeni məlumatlar keçmir, dövlətin tələbini reallaşdırmır? Peşəkarlıq və fərdi məsuliyyət. Aha. Daha sonra tərbiyəçi müəllim iclas təşkil edir və iclas zamanı valideynlərdən biri gəlmir də, iclasa gəlmir valideyn, mütəmadi olaraq qaçırır. Müəllimin xəbərdarlığına baxmayaraq elə davamlı olaraq iclası qaçırdır deyək ki, gəlmir. Sonra da müəllim nə edir? Bu valideyni digər valideynlərə mənfi nümunə kimi qeyd edir ki, onun həmin o etinasız, laqeyd yanaşmasını digər müəllimlərə nümunə kimi gətirir. Burada hansı etik prinsip pozulur? Burada qərəzsizdir müəllimə, yoxsa bir konfidensiallıq? Evet, konfidensiallıq. Aha, Ay, sağ olun. konfidensiallıq. Çünki baxın valideynin biri gəlmir, düzdür? Mən dəfələrlə qeyd edirəm, xəbərdarlıq edirəm ki, iclasda iştirak etsin, gəlmir də. İndi ola bilər nəsə işi var. Mən də sonra digər iclasda valideynlərə bunu mənfi örnək kimi gətirirəm. Yəni valideynin bu cür etinasız davranışı, laqeyd davranışını mənfi örnək kimi gətirirəm. Burada konfidensiallıq pozulur. Olmaz. Yaxşı. Daha sonra əgər biz uşaqlara nə etməliyik deyək ki, uşaqlarla ünsiyyət qurmalıyıq, layihə zamanı uşaqları dəstəkləməliyik, uşaqlara yön verməliyik, məsləhət verməliyik. Bu hansı yanaşmada dəstəklənir? Hə, Emilia yanaşmasında. Düzdür. Hansı nəzəriyyədir ki, bu nəzəriyyəyə əsasən uşaqlar zonalardan keçir? Vygotsky nəzəriyyəsi. Birinci Uşaqlar müəllimə bir-birinə- ənənəvi zona. Aha, Aha, birinci Buyurun. ənənəvi zona, daha sonra yaxın inkişaf zonası və sonda aktual inkişaf zonası. düzdür. Hansı, deməli, alimin düşüncəsidir ki, uşaqlar bir-biri ilə ünsiyyət zamanı öyrənirlər. Yəni bir-biri ilə ünsiyyət qurarkən Vygotsky onlardan nəzəriyyəsi, düzdür. həm də yanaşma olaraq Emilia yanaşması. Düzdür. İrsiyyətin rolu vacibdir. Hansı yanaşmada? Waldorf yanaşması. Xeyr, irsiyyətin rolu Ay, Montessori. Montessori'də, düzdür. Bəs nəzəriyyələrdən hansı nəzəriyyədə? Piaget. Piaget.
nəzəriyyəsində düzdür. Hansı nəzəriyyəyə görə uşaqlarda ilk öncə öyrənmə, sonra zehni inkişaf baş verir? Vygotsky nəzəriyyəsinə. Vygotsky nəzəriyyəsinə görə deməli uşaqlarda ilk öncə öyrənmə, sonra zehni inkişaf baş verir. Şəxsi təcrübə ilə sosial münasibətlər bir-birindən ayrılmazdır. Hansı alimin düşüncəsidir? Piaget. Bilmirəm. Şəxsi təcrübə ilə sosial münasibət hansı da qeyd olunur? Yanaşma deyirsən. Vygotsky nəzəriyyəsi müəllimə. Vygotsky nəzəriyyəsi düzdür. Hansı yanaşmada humanist ideyalar ön plandadır? Waldorf. Və burada uşaq... Waldorf. Aha, düzdür. Hansı yanaşmada eyni tərbiyəçi 7 yaşına qədər uşaqlarla məşğul Wal- olmalıdır? Waldorf. Onları ötürməlidir. Waldorf. Waldorf məktəbində uşaqlar neçə yaşına kimi təhsil alır? 18 yaşına. Qiymətləndirmə qəbul edilmir. Çünki qiymətləndirmə zamanı uşaqlar narahat olur, təşvişə düşürlər və bu hallar yaşamasın deyə burada qiymətləndirmə yoxdur. Hansı yanaşmada? Waldorf yanaşması. Aha, neçə yaşına qədər uşaqlar belə deyim, dərs yükündən azaddılar? 7 yaşına qədər ki, yəni o heç nə öyrədilmir. Uşaqlar ancaq oyun oynayır. Oyun zamanı Çox sağ öyrənir. olun. Aha, Çox sağ Aynur olun. müəllimə. Siz sağ olun. Bəli, müəllimə, buyurun. Aynur müəllimə, siz mənə deyin, hansı etik prinsipdir ki, tərbiyəçi müəllim deyək ki, hər hansı bir iclas olsun, tədbir olsun, yığıncaq olsun, fərqi yoxdur. Başlayır özünü tərifləməyə, digər həmkarını pisləyir. Loyallıq. Hansı etik prinsip? Loyallıq. Loyallıq. Hansı etik prinsip? Loyallıqdır, düzdür. Tərbiyəçi müəllim məlumatın doğru olub olmadığını yoxlamadan başlayır digər insanlara ötürməyə. Və sonradan da anlaşılır ki, bu yalan məlumatdır. Bu zaman hansı etik prinsip pozulur? İctimai etimad olmalı. İctimai etimad. İctimai etimad. İctimai etimaddır. Düzdür. Tərbiyəçi müəllim vicdanlılıq nümunəsi olmalıdır. Hansı etik prinsip? Vicdanlılıq deyil mənim. Sən vicdanlı olmalı. Mənim vicdanlılıq deyil o. Vicdanlıq, düzdür, vicdanlıq nümunəsi əlbəttə. Bəs yaxşı, mən əgər öz çıxarlarım üçün addım atıramsa, öz çıxarlarım üçün hərəkət edirəmsə, hansı etik prinsip pozulur? Vicdanlılıq mənim pozmuş olarım. Bilmirəm. Baxın, öz maraqlarım, öz çıxarlarım üçün. Səslərə diqqət yetirin. Aha. Qərəzsizlik müəllimə. Aysan, qərəzsizlik. Yaxşı, bəs mən uşağa əgər cinsini xatırladıramsa, vurğu cinsin üzərinə qoyulursa, deməli, hansı etik prinsip pozulur? Cinsdirsə, bu gender bərabərliyi də var da orada. Həm də qərəzsizlik. Düzdür, gender Cins bərabərliyidir. isə mənim gender bərabərliyi olur. Gender bərabərliyi deyil, cins. Düzdür. Hansı yanaşma demək, nəzəriyyədə uşaq bu gün nəyisə bilmirsə, ona öyrədirik, sabah artıq onu müstəqil edə bilir. Hansında? Uşaq bu gün bir işi yerinə yetirə bilmirsə, onu öyrədirik, sabah müstəqil edir. Hansı olacaq? Hansı nəzəriyyə? Bilmədim mənim. Bilmədim, yox, bilmədim. Yaxşı, Gardnerdən də sual verin. Bax, siz mənə deyin, hansı intellektə məxsus olan uşaqlarda natiqlik bacarığı güclü olur? Onlar debatlarda, müzakirələrdə fəal iştirak edir. Verbal lingvistik. Düzdür. Hansı uşaqlara əşya veririk və eynisini çəkməyi tapşırsaq, hansı intellektə məxsus olan uşaqlar burada uğurlu olacaq? Məkan vizual. Məkan vizual. Düzdür. Bəs əgər uşağa puzzleları qurmağı tapşırıramsa, hansı intellekti inkişaf elətdirəm və hansı intellektə məxsus? Bilmirəm, məntiq olarmı ki? Yox, məkan vizual olmaz, mən orada baxıb görürəm. Düzdür. Beyin xəritəsi hansındadır? Uşaqlar yolu asanlıqla yadda saxlayıb sizə təsvir edər. Məkan vizual. Məkan vizual. Yaxşı, bəs mən canlılar, ümumiyyətlə, belə deyim, botanika bağında vaxt keçirməyi sevirəm. Naturalist. Canlılara yanıram, düzdür. Yaxşı. Çox sağ olun. Günel müəllimə. Siz sağ olun. Siz sağ olun. Bəli, müəllimə, axşamınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Günel. Bəli, müəllimə, etik davranışlardan istəyərdim, bir də o Gardnerdən elə suallar ünvan yerdə zəhmət olmasa. Yaxşı, bax, siz mənə deyin, hansı etik prinsipidir ki, tərbiyəçi müəllim Azərbaycan Respublikasının qanunlarını pozmamalıdır? Pozursa, bu etik prinsipi də pozulmuş olur. Qanunun aliliyi və ya qanunçuluq. Sağ olun. Hansı etik prinsipidir ki, tərbiyəçi müəllim dərsini səmərəli və keyfiyyətli təşkil etməlidir? Vicdanlılıq prinsipi. Düzdür. Prinsip demək olar da müəllimə, düzdür? Bəli, düzdür. Yaxşı, bəs hansı etik prinsipidir ki, tərbiyəçi müəllim
Fəal uşaqlarla məşğul olur, passiv uşaqları arxa planda saxlayır. Qərəzsizlik müəllimə. Düzdür. Hansı etik prinsipidir ki, mən rəhbərin uşağına yaxşı davranıram, amma digər uşaqlara pis davranıram. O da qərəzsizlik. Düzdür. Yaxşı. Daha sonra hər hansı bir valideyn mənə nəsə hörmət edir və ya rüşvət verir. Mən bunun qarşılığında onun uşağını göz bəbəyim kimi qoruyuram, saxlayıram, amma digər uşaqlar yenə bərabər imkanlar təmin edilmir. Hansı etik Qərəzsizlik prinsip? müəllimə. O da Qərəzsizlik. qərəzsizlik. Düzdür. Bəli. Mən uşaqlarla zarafat edərkən cobud və vulqar ifadələrdən istifadə edirəm. Hansı etik prinsip pozulur? Mədəni davranış. Düzdür. Valideyn mənə fikrini bildirir. Misal üçün deyir ki, müəllimə, sanki burada düzgün etmədiniz. Belə etsəydiniz daha yaxşı olardı. Və yaxud bununla bu çox yaraşmır. Belə etsəz daha yaxşı olar. Mən də qayıdıb deyirəm ki, sizin nə işinizə qalıb? Siz kimsiniz ki, mənə bu fikri bildirirsiniz? Hansı etik prinsip pozulur? Mədəni davranışda müəllimə, yəni burada Ay, sağ ol. tərbiyəçi fikirlərə, yəni tənqidi fikirlərə açıq olmalıdır. Ay, sağ olun. Yaxşı, bəs hansında idi ki, tərbiyəçi müəllim əgər əlində dəlil sübut yoxdursa, tənqidi fikirlərdən çəkinməlidir, yayınmalıdır. Loyallıq prinsipi müəllimə. Loyallıq prinsipi, yaxşı. Bəs hansı etik prinsipidir ki, mən hər hansı bir məlumatı eşidirəmsə, onu məxfi saxlamalıyam. Açıqlamaq olmaz. Kiməsə xəbərləmək, demək olmaz. Yoxsa pozular. Konfidensiallıq. Bəs təhlükəli bir vəziyyət varsa, Bəli, konfidensiallık pozula pozmalı. bilər. Bəli, Sağ olun. istisna hallarda pozulur. Uşağın şəklini hardasa paylaşmaq istəyirəm. Valideyn razılığı olmalıdır. Bəli, valideynin icazə almalıyıq. Ay, sağ olun. Yaxşı. Bir də siz mənə deyin, Qarniyer nəzəriyyəsinə əsasən uşaqların hər birinin özünə məxsus intellekti var da. Bir növ öyrənmə Bəli. tərzindən də əlaqələndirə bilərsiniz. Gələn belə daha yaxşı yadınızda qalar. Baxın, hansı intellektə məxsus olan uşaqlar səslərə həssasdırsa, asanlıqla deməli ritm tutursa, melodiyaları asanlıqla müəyyən edə bilirsə, ümumiyyətlə musiqi onu narahat etmir. Baxın, dərs çalışıram, hər hansı bir test işləyirəm. Orada da fonda da musiqi çalır, mən də onu dinləyirəm. Yəni mənim üçün heç bir narahatçılıq yoxdur. Deməli mən hansı intellektə məxsusam? Hansı intellekt var ki, məni o musiqi narahat etmir. Yəni dərsi də oxuyuram, musiqi də dinləyirəm eyni zamanda. Mən sevir də, Bir növ melodiyanı terapiyadır. sevirsə, musiqini sevir. Ay sağ olun, bu musiqi ritmdir, bu düzdür. Bəs Bəli. rəqs etmək hansı intellektdir? Rəqs etmək bədən kinestikdir müəllimə. Ay sağ olun. Yaxşı, hansı intellektə məxsus olan uşaqlar, misal üçün, qarışqanı belə tapdalasa, oturub onun halına yanacaq, pis olacaq, məyus olacaq. Özünə o fərd daxili intellekt müəllimə, Xeyr, özünə xeyr. qapanan. Bax, mən qarışqanı tapdaladım, sonra pis oluram. O da canlıdır. Şəxslər arası Xeyr, intellekt. canlı cansız aləm. Hansında idi? Botanika, naturalistik intellekt müəllimə, bəli. Naturalistik. Qarışdırıram. Yaxşı, bəs Aha, mənim sağ heç olun. dostum yoxdur. Mən özümlə vaxt keçirməyi daha çox sevirəm. Özünə Özümlə qapanan bağlı fərd daxili. Düzdür. Çox sağ olun. Fidan İbrahimova. Siz sağ olun müəllimə, çox sağ olun. Bəli, müəllim, axşamınız xeyir. Hər vaxtınız xeyir. Fidan, hansı etik prinsipi əməl edən tərbiyəçi müəllim bütün uşaqlar üçün bərabər imkanlar yaradır və diqqətini də bərabər şəkildə bütün uşaqlara paylayır? Qərəzlilik. Sağ olun. Qərəzsiz davranır. Burada qərəzsizlik etik prinsipinə əməl edir. Bəli. Yaxşı, bəs tərbiyəçi müəllim əgər valideynlərlə əməkdaşlıq etmir, görür ki, valideyn ona addım atmır, heç uşağı ilə maraqlanmır, o da onu deyir, istifadə edir də, deyir elə yaxşı oldu. Heç bir məlumatı ötürmür valideynə. Valideyn əməkdaşlıq müəllimin vəzifəsidir, borcudur. Amma mən o borcumu yerinə yetirmirəm. Yaxşı, vaxtında işə gəlmirəm. Gecikirəm hər dəfə. Kesinliklə fərdi məsuliyyət. Ay sağ olun. Sonra hansı bizim etik prinsipimizdir ki, tərbiyəçi müəllim hər zaman öz görünüşünə, danışığına, oturuşuna, duruşuna diqqət yetirməlidir. Mədəni davranış. Uşaqları sona qədər dinləmək, uşaqlarda eyni zamanda digərlərini sona qədər dinləmə vərdişini aşılamaq, öyrətmək, formalaşdırmaq. Hansı Bu da etik mədəni prinsipdir? davranış.